4 fevral 2026-cı il tarixdə Yevlax şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və iş axtaran şəxslər üçün Yevlax şəhərində növbəti əmək yarmarkası keçirilib. Qeyd edək ki, bu barədə Dialoq TV-yə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata əsasən aktiv məşğulluq tədbirində 17 işə götürən iştirak edib və 70-dən çox vakansiya təqdim olunub. Yarmarkada sahə işlərinin planlaşdırılması və təşkili üzrə funksional rəhbər, mikro və aqro kreditlər üzrə mütəxəssis, operator, aşpaz və sairə işlər üzrə vakansiyalar təqdim olunub. Vakansiyalara müraciət edən şəxslərə iş yerləri üzrə tələblər, işə qəbul qaydaları barədə məlumat verilib. Uyğun namizədlərin qeydiyyatı aparılıb. Tədbir zamanı sakinlər və vakansiya təqdim edən müəssisə nümayəndələri Dialoq TV-yə müsahibə veriblər. Bizə Region Xəbər TV televiziyadır. Aktiv olan vakansiyalarımız operatordur, moderatordur, müxbir, aparıcı, bu kimi vakansiyalarımız mövcuddur. İş axtarıram işləməyə. 2-ci qrup əlillərin pensiyasıyım. Burada keçirən yarmarkada özünüzə hər hansısa bir iş tapa bilmisinizmi? Xeyr, tapamamış. Xeyr. Bana zəng elədilər ki, bəs yaxınlaşınız araya, mən də yaxınlaşdım. Fəhlə vakansiyası üzrə, bu dəqiqə fəhlə vakansiyası üzrə seçim eləyirik. 18 nəfər müraciətçini qeydə almışıq. İnşallah çağırıb əlaqə saxlayacaq. Bizə quşçuluq kombinatında fəhlə vakansiyası. Yox, Goranda. Təşəkkür edirəm. Göranda aranda əmək haqqı nə qədərdir? Əmək haqqı yaxşı yüksək. Nə qədər başlanır? 500-dən yuxarı. 500-dən yuxarıdır. Servis aparıb gətirir yoxsa Servis aparıb gətirir, yeməklə təmin eləyir. Yeməklə təmin eləyir. İş vaxtı saat 9-dan 6-ya kimidir. Bəli. 6 bazar evdəsən. kartlandır? Bəli. Kartlar var ki, yoxsa ABB var. qeyd elə qalanlarım. Allah görməliyim. Təşəkkür edirəm. Bank Respublika Yevlax filialına aqro və mikrokreditlər üzrə mütəxəssis elan verilib. Ali və texnikum təhsilli şəxslər müraciət edə bilərlər. Mən Yevlax rayonunda yerləşən Uşaq İnkişaf Mərkəzinin direktoru Abdurrahmanova Nuranə. Vakansiyalarımız psixologiya, logoped, pedagog. Çox təəssüf ki, uyğun vakantlar tapa bilməmişik. Vakansiyamıza belə sahə işlərinin planlaşdırılması üzrə rəhbər vəzifədir, bir də ambardar vəzifəmizdir. Ambardar vəzifəsi üzrə bizdə tələb olunan vakansiya tələb olunan şərtlər ali təhsilli, yəni digər vakansiya üçündə. Bir də belə deyək də, ofis proqramının işləmə bacarığıdır. Müraciət də yetərincə oldu, ali təhsil sayısı nisbətən az idi, daha çox fəhlə və xadimə ilə bağlı müraciətlər idi. Yəni digərdə bütün təşkilatçılıq da yəni yaxşı səviyyədədir, narazıyıq. Quşçuluqda vakansiyama uyğun nəsə iş təşkili oldu. Mən də indi inşallah zəhlərini gözləyirəm. Zəng eləsələr gedib indi məmnuniyyətlə işləyəcəyik. Gündüz Əliyev, Dialoq TV, Yevlax.